Mən də oraya baxım, eləməm. Necəsiz? Nə şikayət edirsiniz? Nə narahatsınız? Necəsiz? Özü necə hiss edirsiniz? Sağ ol həkim. Həqiqi mənada yaxşıyam. Belə yaxşıyam ki, mən 2 il idi bu göz qırpılmadan əziyyət çəkirdim. Yəni, yaxşı mütəxəssisi tapa bilmədim. Getdim göz həkimlərinə, mənə heç kəsi izah eləmədi ki, səndəki budur. Yəni, mən sizin yanınıza rast olub gəldim, mən göndərdilər, deyəsən, Davud doktorun vasitəsilə gəldim yanınıza. Hə, sağ olsunlar, doktor Düzeyir. O həkim də mənə dedi ki, sən iynəli, tabletqalıq deyil, yalnız fotosdur. Botoks. Hə, bax bu olmalıdır. Hə. O da sizə zəng elədi, məni qəbul elədiniz, sağ olun. Yaxşı da effekt veribdi. İndi ikinci müayinəmə gəlmişəm, yenə baxarsınız, nə bilim o. Nə ehtiyac var, xoş gəlmişsiniz. Ehtiyac varsa çox sağ olun, çox sağ olun. Özünüzü necə hiss edirsiniz əvvəldən? Yaxşı, əhval-ruhiyyəmdə də yüksəlişlik olubdu. Yəni yerişimdə, zadımda. Bayaq məsələn istər-istəməz deyirdim, gedərəm, nəyəsə toxunaram. Əlimlə qabaqca belə qapını zadı şey eləyirdim. Amma indi gözümlə sərbəst əlim yoxlamadan məsələn hərəkət eləyirəm. Bu sənin yeriməyinə də təsir eləyir də? Yeriməyimə də çox təsir eləyir. Həqiqi mənada təsir elədi. Yəni burada yalan bir söhbət ola bilməz. Yəni bu müalicədir, müayinədir. Yəni mənim özüm üçün də, elə həkim üçün də başucalığıdır. Çox sağ ol. Sən əvvəllər bundan məsələn gözün yumulurdu, şey elə bilmirdin deyənə, səndə özgüvən aşağı düşürdü ki, birdən harasa yıxılaram falan, bir şeylər kimi şeylər olurdu. Çox həmişə ehtiyatla ki, nəsə yanımda qalar, qılçama zadıma zədə eləyərəmsə. Amma indi sərbəst baxıb sərbəstə hərəkət eləyirəm. Keçmiş olsun. Çox sağ olun. Bizdə də çox xoşdur. Sizin də Allah belə canınıza sağlıq versin. Sizi kimi mütəxəssislər də Azərbaycanda çox olsun. Biz xarici dövlətlərə qaçmayaq. Çox sağ olun. Təşəkkür edirəm. Mən də əlimi sizdən üzən döyüləm. Nə bilim, Allah nə qədər ömür vuracaq, o qədər gəlib gedəcəm. Arada günahlanacağam, yəni mane olunacağam. Söhbət yox. Canı sağ olsun. Çox sağ olun. Keçmiş. Biraz yaxından. Bir də mənə çox sevindirici bir şey oldu ki, siz çox gənc Azərbaycan mütəxəssisiniz də, yəni yaşlı bir nəsil deyilsiniz. Çox belə fəxr edici bir şeydir. Allah haqqı, bax, Allah haqqı düz deyirəm. Çox belə gözəl. Məsələn, cavan kadromuzda bu qabiliyyət, bu effektliyi alıbdır. Canı sağ olsun, çox sağ olun. Keçmiş olsun əzizim. Mən sizi belə gördüm, çox sevindim. Sağ olun. Hər düzdür, bizim belə müalicə elədiyimiz pasientlər çoxludur sayda var. Başqa ölkələrdən, Qazaxıstandan falan da bizə belə uyğun xəstələr göndərirlər. Amma hər yeni bir bura əlavə olunduqca elə bil ki, bağına elə bil ki, yeni bir meyvə kimi bir şey kimi. Yeni bir meyvə. Bu bizim üçün həqiqətən də çox xoşdur. Biz də sizin hamınızı çox sevirik. Çox sağ olun. Uğurlar arzulayırıq bundan sonraki həyatda da. Həmişə də sizin yanınızdayıq. Həmişə işinizdə uğurlar alınsın. Çox sağ olun, çox sağ olun əzizim. Keçmiş olsun. Sağ olun, sağ olun.